səni şəhərin səsli güylü həyatından uzaqlaşdırıb, kəndin isti, sakit nəfəsinə yaxınlaşdırır. Yollar səni özünə, öz kökünə qaytarır. Hər döngəsi bir xatirə, hər təpəsi bir ümid, hər daşına miniz düşmüş. Ruhunda yeni bir səhifə açan, səni səninlə tanış edən yollar. Yüksəklikdən baxanda gördüyüm kənd təmiz hava kimi dolur içimə. Həyətlərdə həyat qaynayır. Mən isə dolambac tozlu yollarla köhnə Aman kəndə inirəm. Biləsuvarın ən qədim yaşayış yerlərindəndir. Ay salam aleyküm kızım. Hoş gördük sizi. Kızım nabelət uşaq oxşayırsınız, haralısınız? Orada bir kent var deyip gelmişiz sizin kendinize. Ya, hoş gəlibsiz. Onlar gelmişsin yanınıza. Gəlin. Əkinçi babanın mehribanlığı məni ürəkləndirdi. Deməli düz ünvandayam. Hələ qonaq etdiyi pendirin, çörəyin dadı. Sözlərə çevirə bilmirəm bu ləzzətin adını. Dediniz ki, burada pambıq əkirsiniz. Bəli, burada Neçə hektardadır? 3 hektar yarım yerdir bura. Məhsuldarlıq necə olur? Biləsuvarda ən güclü pambıqçıyım. Hektara 6 ton 700 pambıq verirəm buradan. Belə ümumiyyətlə orta hesabla nə qədər toplanılır başqa sahələrdən? Başqa sahələrdən veririk 25 sentiner, 30 sentiner. Əsl torpaq adamı, əsl zəhmət adamı. Nə yaxşı sizə rast gəldim. Sanki bu sözə bənd idi. Çölün işlərini oğlu Nərimana tapşırıb, dedi gedək evə. Ailəmlə də tanış ol. Yol boyu diqqət etdim. Uçsuz bucaqsız düzlərə toxunuşlarıyla can verib buranın insanı. Hiss olunur ki, torpağa çox bağlıdılar. Elə olmasa yenidən bura qayıdıb yurdu dirçəltməzdilər. Sərhədin bir addımlığında yerləşdiyindən Sovet hakimiyyətinin köçürülmə siyasətinin qurbanlarındandır Amankənd. Ona görə də sakinlərinin böyük hissəsi Cəllabada yaxın ərazidə yeni yaşayış yerində məskunlaşıb. Bəhmən əminin kökləri liriklə bağlıdır. Ailəsi 50-ci illərdə köçürülüb Muğan düzünə. Neçə nəvəniz var? 7 kızım. Ay, Allah saxlasın bunları. Gel buraya yahıl, gel buraya. Piri gel kucuma. Necəsi? Piri. Gel babanın kucuna, gel buraya kas. Ay maşallah. Ən balacası neçə yaşı var? En balazası evde de 6 aylık. Allah saxlasın sizi. Hadi gidelim. Maşallah. Nə gözəl balalarsınız siz belə. Allah sizi saxlasın. Gəl səninlə də görüşün. Necəsən? Gözəldir. Ah, Allah sizi saxlasın. Gel kızım, Oynayın. gel. Oyunuzdan ayırmayayım sizi. Yurdumun insanının cömertliyindəndir bu. Səni tanımadan, bilmədən evinin qapısını açar. Qonaq Allah qonağıdır deyib, öz ailən kimi hiss etdirər.
xətri, biraz su, biraz günəş, biraz da illərin zəhməti, əsən ilıq bahar mehi, bağbanın yorğun əlləri. Böyük bir ailəyə başçılıq edir Bəhmən əmi. Övladlarını da başına yığıb təsərrüfatla məşğul olur. Hərə bir işin qulpundan yapışıb halal ruzilərini qazanırlar. Heyvanlardan böyük oğlu Muğayatdır. Aranda təndir palçıqdan olurmuş. Qalamaq üçün isə quru pambıq çöplərindən istifadə edilir. Təndirin içi ağarana qədər qızdırılır ki, çörək kütə getməsin. İstinin çölə çıxmamağı üçün külfəni bağlamaq mütləqdir. Çörək bişirmək sadəcə mətbəx işi deyil. Bu, ailəni bir arada tutan, hər biri üçün bir parça sevgidir. Gün sona çatmaq üzrədir. Samavar həyətin ən gözəl güşəsində yerini alıb. Bu proses birazdan ocaq başında yığışacaq insanların isti söhbətlərinə, kənd axşamlarının unudulmaz mehribanlığına bir dəvətdir. Nənə, siz gəlin burada oturun. Sağ ol. Ay, nə gözəl. Gəlin, gəlin. Çay dolduqca fincanlara, xatirələr süzülür könüllərə. İsti, şirin, unudulmaz. Gün ərzində sizə müşahidə elədim ki, bax, ailə bağları çox güclüdür. Bax, bu bağı necə qoruya bilirsiniz? O mənim böyük oğlumdur Tural. İkinci oğlum Nərmandır. Üçüncü, ən balaca oğlum Səttardır. Belə baba deyirik, Səttardadır. Bir dənə qızım var, 3 qardaşda bir dənə bacıları var. Elə o da bu kətdə gəlindi. Bunların hansına qızım, o birisi həmən kətdən, rayondan. Dedim, birisi qalsın məndən burada kifayət eləyir. İkisi uzaqlaşında da bu kətdə elə də qardaşımın birindən, mən onunla qallamsa, hansına məsləhət elədim şey, dedilər ata, sən harada bizdə orada. Bakıya işləməyə getdilər, bir ay, 2 ay sonra dedilər ata biz işləyir. Gəldilər. Yəni nə qədər elədim mən uşaqların ikisini çoğumuz uzaqlaşdırım. Alınmadı ki, alınmadı qızım. Elə qaldılar burada. Birinə deyib görürsünüz, burada ev tikmişəm, ikinci oğlumu ayırmışam. Balacıya da ev tikmişəm, ata yurdundan, ata vəsiyyəti. Ata yurdundan ev tikmişəm. Hələ buradadır. Müxtələşəndən sonra necə ki gördü, anası görsə ki, gəlin hazırdır tək yaşamağa. Bizsiz baş çıxarda biləcəklər, onda gedəcəklər. Ümumiyyətlə, bu bağı qoruyan xanımdır yoxsa bəydir evdə?
Anaları. Demək ana yaradıb bu bağı. Mən çöldəyəm. Mən səhər gedirəm, axşam gələm işsiz adamdayım. Yəni pambıqçılıqla məşğulam. Ora qaç, bura qaç. Mənim evdə düzdür, sağ olsunlar, xətrimi çox istəyirlər. Ancaq baxma, tərbiyə anadan keçmir. Bugün hər biri artıq özləri bir ailə başçısıdır. Bəli. Amma buna rəğmən yenə də ata ocağındadılar və sizinlə birlikdə bu təsərrüfatı idarə edirlər. Bəli, sağ olsunlar. Hamısı torpağa bağlı gənclər. Getdiniz Bakıya, təzədən gəldiniz yenə də kəndə. Üçünüz də ayrı-ayrı vaxtda getmişsiniz Bakıya. Ha, birinci o gedib, sonra bir il sonra mən gitmişim. Ayrı-ayrı vaxtlarda işləmişsiniz Bakıda. Bu nə yaxşı paytaxtda qalmaq istəmədiniz, gəldiniz kəndə yenidən. Ora mühitindən, bura mühiti eyni dördür. Burada məsələn, orada gedirsən, işləyirsən, edirsən, çətinlik olur da, məsələn, qalmaq, eləmək. Ancaq müəyyən qədər işləyəndən sonra, burada öz yerlərimizi qurandan sonra, əkin sahələrimizi artırdıq, elədik. Ondan sonra təsərrüfat torpaq çəkib sizi gətirdi kəndə. Təzədən burada gördük ki, oranla bura bacara bilmək də, məsələn, alınmır. Buna qayıtdıq, gəldik burada. Buradakı işlərimizi biraz da artırdıq. Özünüz öz işinizin ağasısınız həm də. Yəni kəndin ən böyük üstünlüyü odur ki, öz işini qurursan, özün öz işini var, malımız var. Əkinlə məşğuluq, taxları taşırıq, pamıq əkirik, yonca, bəli bostan əkirik edirik. Şükür Allah, yaxşı dərəşik. Ailəni idarə etmək çox çətindir. Əmi də dedi ki, qadının çiyinlərində yük çox olur. Necə idarə edirsiniz bu evi? Yəni uşaqlar elə valla demə belə deyir. Şey evdə olmasa da elə mən elə nə deyimsəm eliblər. Maşallah sağ olsunlar. Uşaqlar sözümdən də heç çıxmayıblar. Qanundur. Qanundur, hə. Söz eşidən uşaqlardılar. Narahat uşaqlar. Sizi incitməyiblər heç vaxt? Yox, heç vaxt. Bir dəfə dönümüzdə var. Yol deməz ki, ana bu nədir belə. Ona görə bax burada belə gözəl mühit var. Yox, mənim uşaqlarım. Gününüz necə keçir bax burada? Vallahi heç bir qardaşlara gedir. Həm uşaqlarım nəvələrlə elə baş qarışır. Mal, heyvan, toyuq, sizə. Özünüz sağıcı olmusunuz. Özüm uzun müddətli fermada, kolxoz fermasında sağıcı olmuşam. Özdə qabaqçıl olmuşam. Beləcə gözəl xatirələr, şirin söhbətlərlə günü başa vurduq. Torpaq qoxulu havanı dərindən udmaq və yeni günə günəşin ilk şüaları ilə başlamaq. Həyat yavaş-yavaş ritmə düşür. Ananın əlləri xəmiri yoğurduqca zaman da yoğrulur. Keçmişlə gələcək birləşir. Ocaqda qızaran lavaş təkcə çörək deyil. Bir ömrün ətri, bir yuvanın istiliyidir. Hər xəmir açıldıqca ana duaları ilə bərəkəti yoğurur. Hər bişən lavaş 1000 illik yaddaşın dadına çevrilir. Kəndin ruhu getməsin deyə torpaqdan qopmuruq deyir Narıngül xala. Siz bağbanlarda doğulmusunuz, oradan da gəlin gəlmişsiniz bu kəndə. Neçənci ildə? 79-cu ildə ailə qurdunuz, gənc ailə. Gəldiniz başqa bir kənddən bu kəndə gəlin və həyatınızı burada qurdunuz. Bax, bu illər necə keçdi? Nə acılı, şirinli, hər şey gördük həyatda. 11 nəvəmiz var. Ay maşallah. 4 qızın toyunu eləmişdik, oğlanın da toyunu eləmişdik. Hamısı gücdür də kasıb evin cəmidirdi. Əslində mən sizə deyim ki, deyirsiniz ki, kasıb evin, amma
əslində kasıb deyilsiz. Baxın, elə o övladlar, nəvələr, nəticələr özü elə bir zənginlikdir. Necə yaşayırsınız kənddə? Bu həyatınız necədir burada? Yaxşıdır, şirindir. Vallahi bir dəqiqə evdən uzaqlaşanda canım çıxır bu evdən. Sarı ki, Allahın namaz uşaqlar var bu evdə. Nə işlə məşğul olmusunuz? Bu taxıl bir qədir işləyir. Mən də evdar qadın. Kolxoz dövründə? Bəli, mal, heyvan belə. Bəs o kolxozlar, safxozlar dağılandan sonra bax neynədir? Bizim torpaqları ayırdılar bir də. O da kətli evin yanındadır torpağımız. Əkirik. Evdən qabaqdan indi yaxşıdır. Dayıcı razıyıq Allah. İşləyirdin belə. Amma indi sus keçikdir, indi özün qazan özü yiyir. Özü. Öz əlin, öz Bəli, əmək. əmək. Hə, əvvəl deyirsiniz ki, kolxoz dövründə hamı müştərək işləyirdi. Amma indi el hərəkəti Az əmək haqqı ilə, amma yəni torpaq kəndlinin deyildi. kəndlinin deyildi. İndi torpaq kəndlinindir. Kəndli həm özü əkir, becərir, Bəli. satır və onun pulu da özünə qalır. Sağ olsun dövlət şey verir, sübsidiyaları verir. Sağ olsun Subsidiyalar hökumətimiz. Kübrəsini Çox sağ olsun, razıyıq. Kübrələri verir. Ondan sonra su almanı təmin edir. Nə əkirsiniz? Bunun artıq indi bu Arpa illər ekmişik, 4 hektar arpa yerim var məsələn, hə. Onun 1 hektarı yoncadır, 3 hektarı arpadır. İlham ilə şəhər olsa nə olur da? Kətçinin dolamaz, kətçinin toyuq olmalı, kətçinin heyvan olmalı, kətçinin nə iş olmalıdır da. Zirək olmalıdır əsas məsələ. Kənddə tənbəl oldun, batdın. Torpaq insanın beşiyi, var olduğu ilk ünvan və son sığınacaqdır. O torpaq ki, bar verəndə bayramdır, susanda yaz. O torpaq ki, onun hər zərrəsində bir atanın alın təri, bir ananın duası, bir əskərin son damla qanı var. Torpaq sahiblərinin deyil, sahiblər torpağın övladlarıdır. Torpaq uğrunda yaşamaq da bir şərəfdir, onun uğrunda can verməkdə. Amankəndin Vətən müharibəsi şəhidi Vüqar kimi qəhrəman oğulları var. Əmənkənd kəndi vətəninə, torpağına belə ürək yandıran, onun yolunda canından keçməyə çalışan övladlar yetişdirib. Birinci Qarabağ müharibəsi dövründə kəndimiz 6 dənə şəhid verib. Elçin, İlham, Rauf, İqbal, Eyvaz, kəndimizin şəhidi Eyvaz Kərimov adını hal-hazırda bizim Əmənkənd kənd tam orta məktəbi daşıyır. 44 günlük Vətən müharibəsi dövründə, müharibəsində kəndimizin oğlu Sarıyev Vüqar Fikrət oğlu şəhid olub, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı. Antiterror tədbirində isə kəndimizin oğlu Hüseynov Ziyarət Mayıl oğlu şəhid olub. Torpaq bizim üçün müqəddəsdir, baş ucalığıdır. Torpağı qorumaq hər bir Azərbaycan övladının borcudur. Ən əsası torpaq mənim üçün namus deməkdir. Torpaq həm də ona çəkdiyin əziyyətin bəhrəsini sənə bir əmin qaytaran müqəddəs nəsnədir. Onu əkməsən, becərməsən, səni bol ruzi ilə mükafatlandırmaz. Amankənddə peşəsindən asılı olmayaraq hər kəsin yaşam tərzidir, təsərrüfat işləri. Ay, salam əleykum. Necəsiz? Çox sağ olun. Deyirəm, yaz gəlib. Siz də başlamışsınız həyət bacada işləməyə. Yenilik aparırıq, həyatımızı təmizləyirik, azlıq. Gəlin qonağımız olun göstərilsin. Hardan gəlim xala? Safa gəlibsiniz. Çox sağ olun. Gəlin, qonaqsız gəlin. Necəsiz? Çox sağ olun. Yorulmayasınız. Allah köməyiniz olsun, sağ olun. Allah Gördüm elə yoldan, yola da yaxın olur eviniz. Gördüm elə yoldan, dedim gəlim sizlə bir salamlaşım. Elə o vaxt evi tikəndə mən Marifə dedim, ay Marif, buradan evi tikirsən. Dedim, mənim iş yerim buradadır. Gələcək uşaqlarım da, bala evlatlarım da burada məndən məktəbə gedəcək. Müəllimdir. Müəllimdir, hə. Elə evi də burada seçdik. 13 ildir tez seçmişəm. Nə gözəl. Hansı fəndən tədris deyirdiniz? Riyaziyyat.
riyaziyyat müəllimi olmusunuz. Müəllim əməyi ilə balalarıma nətər Güzaran qurmusunuz. güzaran qurmuşam. Deyir, nə əkərsən, onu da biçərsən. Siz torpağa qulluq eləyirsiniz, torpağa baxırsınız, o da sizə öz bərəkəti ilə mükafatlandırır. Hektara 4 ton bizə çox çətin gəlirdi ki, İranda belədir. Biz qabaqlar. Biz də başladıq əşməyə 4 ton, 5-6 ton. Mən 3 ton yarımdan, 3 hektar yarımdan 18 ton buğda götürdüm. Onlarla çay süfrəsi arxasında etdiyimiz söhbətlərdən belə nəticə çıxardım ki, kənd həyatı səmanın ən saf mavisi, torpağın ən doğma qoxusu, sabahın ən şirin yuxusudur. Mehriban insanlar isə ruhun dincəldiyi bir dünyanın parçalarıdır. Kənd həyatının səsi yelləncəkdə körpə gülüşü, əkinçiyə dualar edən torpaqdır. Burada səmimiyyət var, burada həyatın əsl mənası var. İnsan harda olursa olsun torpağının, yurdunun bir parçasını qəlbində daşıyır. Çünki insanın kökü torpaqdadır. Torpaq isə insanın qəlbində. Aman kənd mənə bunları öyrətdi.